Oruç tutmamağa icazəsi olanlar. Sual: hansı şəxslərə oruc vacib deyil? İnsanlardan bir qisminə oruç tutmaq vacib deyil. 1. Orucdan əziyyət çəkən qoca kişi və qadın. 2. Hamilə qadın. Əgər uşaq və ya ana üçün zərərli olarsa. 3. Süd əmizdirən qadının oruc tutmağı. Əgər uşaq və ya ana üçün zərərli olarsa. 4. Xəstənin oruc tutması. Əgər onun üçün zərərli olarsa. 5. Xəstəliyi olan elə bir şəxs ki, çox susaya və susuzluğa dözə bilməyə. 6. Həddi büluğa çatmamış şəxs. 7. Heyz və nifas qanı görən qadın. 8. Səfərə gedən və bir yerdə 10 gün qalmaq qəsdi olmayan şəxs. 9. Bədəni zəif olan şəxs. Oruç tutmaq ona dözülməz həddə əziyyətlidirsə. 10. Huşu olmayan və ya huşsuzluqla gün keçirən şəxs. 11. Dəlilər.